Müğənni Rəqsanə İsmayılovanın həbsxanada olduğu günlərdə yazdığı kitab işıq üzü görəcək. Müsavat.com xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında yazıb. O bildirib ki, kitabın adı Müəllimə və bənzərsiz olacaq. Qeyd edək ki, ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə oxuduğu kitablardan danışaraq 3 ayda 300 kitab oxuduğunu iddia etmişdi. Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərzində 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm. Müğənninin açıqlaması müzakirələrə səbəb olub. Bildirilib ki, bu iddia günə 3-4 kitab oxuyub bitirmək anlamına gəlir ki, bu da fiziki baxımından mümkünsüzdür.